قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وأن مساجد لله ولا تدعوا مع الله أحدا صدق الله العظيم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnşallah bugünkü cümə xutbəmizin mövzusu məscidlər haqqında olacaq. Məscid sözü səcdə edilən yer deməkdir. Əslində biz bilirik ki, deməli məscidlərdə təkcə biz səcdə eləmirik. Yəni biz ibadət edirik, namaz qılırıq. Yəni namaz da qiyamdan, rükudan və səcdədən ibarətdir. Bəs niyə Allah evləri məscid deyə adlandırılıb, yəni səcdə olunan yer niyə adlandırılıb? Demək, namazın özü ən üstün ibadətdir. Amma namazın içərisində bir əməl var ki, o namazın yəni içərisində ən üstün əməldir. O da səcdədir. Səcdə, yəni Allah Rəsulu da bu barədə buyurur ki, qulun Rəbbinə ən yaxın olan halı səcdə halıdır. Yəni ibadətlərin ən üstünü namaz, namazın içərisində də ən üstün əməl səcdədir ki, məscid sözü də buradan götürülüb, yəni səcdə olunan yer. Yəni insan namaz qıldığı zaman Allah qarşısında durur və özünü zəlil hesab edir, Rəbbini uca hesab edir. Deməli, qiyam olduğu zaman insan Rəbbinin qarşısında durur. Rükuda qiyamdan daha çox insan özünü zəlil hesab edir, aşağı hesab edir, Rəbbini daha üstün hesab edir. Amma səcdə halı isə qulun tamamilə özünü zəlil görməsi, Rəbbini isə üstün görməsidir ki, məscid sözü bu məna. Demək, biz bilirik ki, məscidlər Allahın evləridir. Biz Allah evlərinə gəlsək, yəni məscidlərə gəlsək, Allahın qonağı sayılırıq, Allahın qonağı oluruq. Yəni Allahın evində bir qonaq olmuş oluruq. Bu, belə deyək, biz Allahın evinə gəldiyimiz zaman, Allahın qonağı olduğumuz zaman Allah öz evində bizə deməli xüsusi ikram eləyir bizə. Xüsusi hörmət göstərir bizə. Deməli, bir insanın evinə gedərsən, cömərd, əli açıq bir insanın evinə gedərsən, o insana nə qədər hörmət eləyər, sənə ikram eləyər, ən gözəl şeyləri sənin qarşıva qoyar, sənə hörmət eləyər. Bu bir insanın halıdır, bu bir cömərd insanın halıdır. Amma Rəbbimizə gəldikdə isə deməli ən cömərd Rəbbimizdir, ən əlaçıq Rəbbimizdir. İkram edənlərin ən üstünü Rəbbimizdir. Demək ki, biz Allahın evində isə, biz Allahın qonağıyıqsa, yəni biz məsciddə isə, demək Allah bizə xüsusi ikramlar edəcək, xüsusi hörmət edəcək. Demək, hədis şəriflərdə qeyd olunur ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurur: bir insan dəstəmaz alar, niyyəti Allah evinə getmək olar. Addığı hər sağ addımda və yaxud da ki, addığı hər addımda bir addımdan ona bir savab yazılar və digər addımında isə onun bir xətası bağışlanır. Və hədisin digər ləfzində isə belədir ki, atdığı bir addımdan dolayı ona bir savab verilər, digər addımda isə onun dərəcəsi artırılar. Və Allah Rəsulu buyurur ki, hətta biz məsciddə olduğumuz zaman ibadət etməsək belə, aldığımız hər nəfəsdən dolayı belə Allah bizə savab verir. Hətta deyir, iş bunun ilə də bitmir. Məscidə gələndə bir savab, məsciddə olduğumuz zaman bir savab və evə döndüyümüz zaman da bu hal davam edir. Yəni hər addımımızda bizə bir savab verilir, digər addımımızda isə bir xətamız, bir günahımız bağışlanır və ya bizim dərəcəmiz artır. Demək, bu Allahın bizlərə öz evində göstərdiyi hörmətdir, Allah Taala'nın bizlərə göstərdiyi bir deməli diqqətdir. Demək, Allah evlərini tikmək, məscid tikmək ən üstün əməllərdən biridir. Allah Rəsulu sallallahu aleyhi və səlləm bu barədə belə buyurur: hər kəs Allahın razılığını qazanmaq niyyəti ilə bir məscid tikərsə, Uca Allah da ona cənnətdə, yəni axirətdə onun tikdiyi boyda bir saray bəxş eləyər. Yəni biz bir məscid tikərik, biz bir Allahın evini tikərik, Allah da bunun qarşılığında bizə axirətdə bir saray tikər. Amma bu Allah rızası üçün olmalıdır. Hədisdə də qeyd olundu, hər kəs Allahın razılığını qazanmaq niyyəti ilə bunu edərsə. Amma Allah Rəsulu bir hədisdə də belə buyurur: deməli, insanlar məscid tikməkdə bir-biri ilə yarışmadıqca qiyamət qopmaz.
Əslində bu biz bilirik ki, məscid tikmək gözəl əməldir. Amma deməli Allah Rəsulu burada qeyd eləyir ki, insanlar özünü bu deməli yolda, bu işdə insanlar, yəni məscid tikən insanlar özlərini insanlara göstərmək istəyirlər. Yəni bu əməllərində riyakardırlar. Yəni insan hər nə qədər yaxşı bir əməl olsa belə, işin içində riya varsa, bu Allah Teala tərəfindən qəbul olunmaz. Yəni hər nə qədər bəzi insanlar məscid tiksə də, əgər o özünü insanlar arasında yaxşı göstərmək, əl-açıq göstərmə niyyəti ilə bunu edirsə, bu ondan qəbul olunmayacaq. Buna deməli bir misal verək. Bəhlul Danəndəni hər birimiz tanıyırıq. O özünü dəliliyə vurmuş ağıllı bir insan idi. Əslində Bəhlul Danəndə dəli deyildi. O ağıllı idi, amma özünü dəliliyə vurmuşdu. Bəhlul Danəndə bir gün bir küçədən keçir, görür ki, orada bir məscid tikirlər. Bəhlul Danəndə soruşur ki, bunu kim tikdirir? Və orada olan insanlar deyir ki, bunu filan kəs tikdirir. Və Bəhlul Danəndə o insanı tanıyır və bilir ki, o insan əməllərində riyakardır. Əməllərini Allah rızası üçün eləmir. Və Bəhlul Danəndə gecə ilə gəlir o adamın tikdirdiyi məsciddə belə bir yazı yazır. Bəhlul Danəndə məscidi. Yazır və çıxır gedir. Səhər açılır, işçilər gəlir və məscidi tikdirən insan gəlir və gəldiyi zaman görürlər ki, məscidin üzərində, yəni giriş hissəsində yazılıb ki, Bəhlul Danəndə məscidi. Məscidi tikdirən çox qəzəblənir ki, yəni məscidi tikən mən, başqa bir adam gəlib öz adını buraya yazır. Çox qəzəblənir və Bəhlul Danəndəni tapır, çağırtdırır və bu yazını bura niyə yazmısan? Sənin nə haqqın var ki, sən öz adını məscidə qoyursan? O adam da deyir ki, sən Bəhlul Danəndə də o insana deyir ki, sən bu məscidi nə üçün tikirsən, niyyətin nədir? Adam deyir ki, mən Allah rızası üçün Allahın evini tikirəm ki, insanlar orada ibadət etsin, mən də savab əldə edeyim. Deyir, sən əgər Allah rızası üçün bu işi etmisənsə, sənin savabı Allah, yəni savabı, qarşılığını, etdiyin əməlin qarşılığını Allahdan gözləyirsənsə, orada sənin adın oldu, mənim adım oldu, sənə nə fərqi var? Demək ki, sən bu işdə riyakarlıq eləyirsən, Allah rızası üçün eləmirsən, ona görə də öz adının orada olmasını istəyirsən. Bu da çox yanlış bir əməldir. Biz deməli qeyd elədik ki, həqiqətən də məscidə insan gəldiyi zaman, məsciddə olduğu zaman Allah ona deməli qat-qat savablar verər. Amma təəssüflər olsun ki, biz əziyyət çəkərək insanlar çöldə, kafedə, çayxanada istirahət etdiyi zaman biz məscidə gəlib burada ibadət edirik, dünyadan uzaqlaşırıq, biz savab əldə edirik, amma təəssüflər olsun ki, biz bəzən bu çətinliklə əldə etdiyimiz savabları özümüz öz əlimizlə deməli yox edirik, yəni o savabları əldən buraxmış oluruq. Demək buna bəzi misallar verək. Məscidə uyğun olmayan işlər var ki, biz onları bəzən görürük. Əldə etdiyimiz savabları bu əməllər sayəsində itirmiş oluruq. Bir günləri Allah Rəsulu öz səhabələri ilə bircə oturmuşdu. Deməli dini bir mövzunu müzakirə edirdilər. Bu əsnada bir insan, yəni söhbət əsnasında bir insan qapını açır, məscidin çöldən qapını açır və deyir ki, filan formada dəvəmi itirmişəm, onu görən olubmu? Allah Rəsulu o adama deyir ki, məscid ibadət olunan yerdir. Məsciddə ancaq və ancaq Allah zikr olunar, məsciddə şəriət məsələləri zikr olunar. Məsciddə dünyavi şeylər məscidə girməli deyil. Bu yanlış bir əməldir. Allah Rəsulu bildirmək istəyir ki, məsciddə yalnız və yalnız dini mövzuları müzakirə edə bilərik. Və deməli Allah Rəsulu buyurur ki, Allah-u Teala'nın ən xoşladığı məkan məscidlər, ən xoşlamadığı məkan da deməli bazarlardır. Allah-u Teala məscidləri ona görə xoşlayır ki, orada ibadət olunur, orada zikirlər olunur, orada namaz qılınır, orada Allah zikr olunur. Allah buna görə xoşlayır məscidləri. Yəni insanlar ondan savab əldə edir. Yəni Allah təkcə məni zikr edirlər deyə o məkanı xoşlamır. Allah ona görə o məkanı xoşlayır ki, orada insanlar savab əldə edir və axirətini gözəlləşdirirlər. Və Allah Rəsulu buyurur ki, Allahın da bazarlardan xoşu gəlmir. Ona görə ki, bazarlarda insanlar yalandan and içib,
pis mallarını insanlara aldadaraq satırlar. Yəni bazarlar demək olar ki, deməli yalandan and içilən, insanlara aldadılan bir məkan halına gəlib. Amma təəssüflər olsun ki, biz bu gün məscidləri bazarlara çevirmişik. Biz demək olar ki, məsciddə dini bir söhbət eləmirik, dünyavi söhbətlər edirik. Məscidləri bazarlara döndərmişik. Həqiqətən də belədir. Bu da Allahın qəzəbinə səbəb olan əməllərdəndir. Demək, İmam Qəzali belə bir örnək verir. Deyir, bir insan əziyyət çəkərək bir əkin əkər, onu qoruyar, bəsləyər, sulayar, gübrəsini verər, gələr o biçin vaxtı o sahəyə bir qoyun sürüsü girər. O qoyun sürüsü o sahəni, o əkini məhv eləyər, yəni yeyib, otlayıb oranı məhv eləyərlər. Həqiqətən də bu insana nə qədər təsir eləyər, insan neçə vaxt əziyyətlə deməli o sahəni, o əkin sahəsini deməli yetişdirib bu vəziyyətə salıb və sonda bir sürü girir, qoyun sürüsü girir, oranı yeyir, məhv eləyir. Həqiqətən də bu çox üzücü bir şeydir. Və bunu İmam Qəzali nəyə bənzədir? Deyir, bir insan əziyyət çəkərək, dünyadan uzaqlaşaraq məscidə gələr, ibadət eləyər, savab əldə eləyər. Sonradan bu savabları dünyavi söhbətlər edərək yox eləyər. Həqiqətən də üzücü bir şeydir. Yəni digər insanlar çöldə keyf çəkirlər, öz istirahətlərini edirlər. Amma insan gəlib burada Allahı zikr edir, çətinliklər olur. Yəni dünyalıq keyfindən uzaq gəlir. Amma təəssüflər olsun ki, bu ibadətlərlə yanaşı Allahın evində dünyalıq söhbətlər edir deyənə onun əməlləri puç olur. Bu şeylərə diqqət eləmək lazımdır və bu şeyləri etdiyimiz zaman savablarımız əldən çıxır. Ən əsası da biz məsciddə dünyalıq söhbətləri etdiyimiz zaman o məscidin ehtiramını qorumamış oluruq. Yəni belə deyək ki, bir insan deyir ki, mənim evimdə filan söhbətlər eləməyin. Biz onun evində filan söhbətlər, yəni onun xoşuna gəlmədiyi söhbətləri etsək, o adamın necə acığı gələrsə, Allah Teala da öz evində filan söhbətləri eləməyin deyir. Biz də Allahın dediyini əksini edib o söhbətləri edər isə, yəni dünyalıq söhbətlərini edər isə, Allah bizdən xoşu gəlməyəcək və Allahın dediyinin əksini etməyəcək.